çaşdım ay oğlan. Qıfıl ürəyimdir açar sənsən, bilməni mən güclü məhəbbətimsən. Qıfıl ürəyimdir açar sənsən, bilməni mən güclü məhəbbətimsən. Ay gedən dön geri bax, dayan mənə sarı bax. Ay gedən dön geri bax, dayan mənə sarı bax. Yavaş yavaş yer bax, ne güzel gözlerim var. Yavaş yavaş yer bax, ne güzel gözlerim var. Benim ürəyimdə sən olsun xəbərin, arzu diləyimdə sən olsun xəbərin. Benim ürəyimdə sən olsun xəbərin, arzu diləyimdə sən olsun xəbərin. Ürəyimiz deyir gəl, yollarda buzlayır gəl. Ürəyimiz deyir gəl, yollarda buzlayır gəl. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Axtardım tapanmadım, yolu çaşdım ay oğlan. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Axtardım tapanmadım, yolu çaşdım ay oğlan. Qıfıl ürəyimdir açar sənsən, bilməni mən güclü məhəbbətimsən. Qıfıl ürəyimdir açar sənsən, bilməni mən güclü məhəbbətimsən. Çeşmeli qurbana da o gözler ruha gida. Çeşmeli qurbana da o gözler ruha gida. Eyleme mənə vida, ne güzel gözlerim var. Eyleme mənə vida, ne güzel gözlerim var. Benim ürəyimdə sən olsun xəbərin, arzu diləyimdə sən olsun xəbərin. Benim ürəyimdə sən olsun xəbərin, arzu diləyimdə sən olsun xəbərin. Ürəyimiz deyir gəl, yollarda buzlayır gəl. Ürəyimiz deyir gəl, yollarda buzlayır gəl. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Axtardım tapanmadım, yolu çaşdım ay oğlan. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Axtardım tapanmadım, yolu çaşdım ay oğlan. Qıfıl ürəyimdir açar sənsən, bilməni mən güclü məhəbbətimsən. 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 Sabah xeyir olsun ay Lətifə xanım, ay Rəsmiyə xanım. Emin bir dənə mənə dönün görüm o zirvələrdə duran qartalı verib yoxsa yox? Verməyib onu. Mahnıların birini dəyişib xahiş edirəm onu salarsan. Mən bir də sizə deyirəm. Mən verişimə gələndə o sizin vizit kartınızdır. Onu mütləq oxuyun. Şəxsi salamlayıram, sağ olun, Bir dəqiqə, təşəkkür mikrofon edirəm. yanmır. Hə. Hər kəsi salamlayıram, təşəkkür edirəm verilişinizə dəvət elədiyiniz üçün. Əlbəttə ki, zirvələrdə duran qartal mənim vizit kartımdır o heç. Ancaq oxuyuram, efirlərdə hər yerdə də oxuyuram da, sizin verilişdə də hər gələndə oxumuşam. Bu gün də oxuyacaqsın. Bu gün o ay dağlarda gəzən oğlan, dağlarda məni də gəz, onu vermişdim. Heç nə, o zirvələrdə duran qartal. Tamam, dəyişəlim. Rəsmi xanım, necəsiniz? Sağ ol, yaxşıyım. Siz necəsiniz? Yaxşı olun, Allah razı olsun. Sağ olun. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Bizə uzaqdan, yaxından baxan, bizi hər gün eyni saatda, eyni vaxtda gözləyən bizim dəyərli, hörmətli, qiymətli, sevimli tamaşaçılarımız. Xoş gördük hər birinizi.
Günün, ayın bu vaxtı, bu zamanı artıq bilirsiniz ki, hər gün saat 12-dən 2-yə 15, neçə ildir uşaqlar artıq? 17 ilin proqramı deyil Lətifə xanım. 17 il. Bir igidin ömrü. Hə, bir igidin ömrü. 17 il heç bir proqram 17 il davam eləmir. Verilişlər 2 il, 3 il bir də gördüm. 17 ildir ki, eyni saatı, eyni vaxtı. Bax, bu kameraların qabağına keçirtmişəm bu qonaqlarımdan. Belə xoş gördük hər birinizi. Lətifə Çeşməli buradadır, bizim gözəl aşığımız. İnşallah axşam da bir yerdəyik də. Gələsən Şahingilin məclisinə. Bugün. Bugündür. Hə. Yox, bugündür. Dedilər Lətifə xanım olacaq orada. Mən elə bildim ki, səhərdir. Hə, bilirəm oradayım. Mən də toydayam bugün. Toydan çıxıb gəlirəm. Başdan ayağa toydasan? Yox, saatla. Hə, yarım saat iştirak edirəm. Yarım saat getsən, saat yarım getsən. Saat yarımda gedirəm. Axıra qədər də ansambulla da Yox, gedirəm. onu bilirəm. Yarım saatlıq yaxşıdır da, hə? Girsən. Yarım saatlıq bir dəfə girir, xoş çıxırsan da. Əladır, 5 manatı var. Gündə bir 3 dənə yarım saatlıq olsa əladır. Olur, hə. 2 dənə olub, hələ 3 dənə olmuş yox. İnşallah olar. İnşallah. Sən yaxşı qızsan. Təşəkkür edirəm. Sən cəmaat çox istəyir. Çox sağ ol, təşəkkür. Bir hə, Telli də oradadır, sən də oradasan, Cıqatel, ondan sonra Leyla, nə bilim çoxdur, Aşıq Günel. Onu tanımıram düzdür, amma bir şeydə gördüm, nədir onun adı, paylaşımlarda gördüm. Mən də paylaşmışam. Biləm, samaşaçılar, birazdan sonra, ay, mən bilirəm də, bu Aşıq gələndə, bax Lətifə xanım, öyrən də ondan. Yolu yolağanı öyrən. Bilir evə gəlir, evə əli boş gəlmirlər. Əvvəllər sən də yaxşı idin. Mən yetim də gəlirəm, indi arada bir olur da. Həmişə də mən də əldə ol gəlmirəm. Hə, yox, sən də həmişə əldə ol gəlmirsən. Öyrəndi bu yolu Bir zəng yolağanı... elədim, özüm dedim ki, dedim qadanım, bu dəfə sən gəl də əldə olun. Hə, bu yolu yolağanı öyrənin də, ay Lətifə xanım. Bu uşaq yolu yolağanı bilir. Bilir ki, mən tort xoşlayanam, tortsuz gəlmir. Nə tortudur? Bu elə-belə tort deyil, bu yeməli bir Ballı şeydir. tort, eləmi? Ballı deyil, ad çəkmirəm. İndi hələ dalı da gəlir, bazarlığının yarısı aşağıdadır, şəfə gedib biçməyə. Nə düşür? Hə, haradadır marka ayrı? Bircə saniyə. Bunu mən bu dəqiqə reklam olmasın deyə bir dəqiqənin içində emin. Yaradıcı insan başqa şeydir, hə? Göründə nəsə düşür, yoxsa düşmür? Düşməz. Fərad, çox sağ ol. Bu gün ayın 13-üdür, eləmi? Hə, bir ayın 13-üdür, kimsə də gəlib elə. Qonşudur o, kimdir o? Qonşu gəlib, tortu görürük. Tortu gördü, gəldi. Elə ağzı... Mən da yazıq acından ölürkən istəyir. Gəndə gəl. Nisamın üstümə ağlaya-ağlaya gəlir. Bala, əli dolu gəlir, məndən aparmayın, mənə gətirəm. Belə. Fərhad, gəl əzizim. Gəl əylək. Zaten gəlmişdim də. Gəlmişsən, hə, canım. Xoş gəlmişsən. Necəsən? Hər vaxtınız xeyir olsun. Buyur, əyləş görüm. Necəsən? Nətərsən, ay Fərhad? Xoş gördük, sağ olun. İşləri necə gedir? Lətifənin sazı ilə səhv düşər, sazın. Yox, düşməz. Düşsə də nə olar? Hansınızın sazı bahalıdır? Əsas insan özü deyil. Yox, belə sazın bahalılığı ucuzluğu Salamlayıram var da. dəyərli izləyicilərimizi, dəyərli bizim xanımlarımızı. Sizləri çox gördüm, çox şad oldum burada. Lətifə xanım, Allah hər bizə can sağlığı versin. Təşəkkür ederim. Valla sazın yaxşı, o qədər yaxşı saz olanları var ki, gedə bilmirlər, qalblar küncdə. Mən deməli, nə məsələdir, dünənləri gecə TikToka girmişdim. Dünən işim yox idi, evdəydim. TikToka girmişdim. Birdən Fərhadın paylaşımını gördüm. Gərək düzün deyəsən də, o qədər təsirləndim ki, bu musiqidə. O musiqini çox adamlar ifa eləyibdir. Çox oxuyanlardan da eşitmişəm, instrumentalistlər də eləyiblər. Amma and ola səmimiyyətimə, Rəsmiyə xanım, hayıl-mayıl oldum ifaya. Gərək düzün deyəsən. Yəni, mahnı mənə bilsən nətər oldu, mahnı mənə dəydi, day. Belə mahnı mənə vurdu. Mahnı mənə vurduğuna görə də tez Fərhada yazdım ki, bunu mənə göndər. Və statusumda paylaşdım. Gördüm, ay Allah, nə qədər adamlar şey eləyib, paylaşım eləyir. Belə like'lar qoyub mənə, yazılar möhtəşəm, o yazıb əla. Baxdım ki, hamının xoşuna gəlib.
İnşallah əziz tamaşaçılarımız, bilirsiniz mən hər yayda 3 dənə, 4 dənə klip eləyirəm, hər yay. İndi imkanıma baxır da, elə olur 3 dənə eləyirəm. Bilsən, biraz xəsarətdə axı. 3 dənə eləyirəm, 2 dənə eləyirəm. Axırı birinci işim budur. Birinci işim bu, Fərhadla eləyəcəm, Allah qoysa belə. İnşallah, xeyirli Şeirli, olsun. musiqili bir kompozisiya eləyəcəm. İnşallah, xeyirli Çox olsun. xoşuma gəlir, çox. Ne olur, halal taşınmasın. Nə yaxşı ağlıva gəldi onu yazdırdın. Vallahi əslində 3 mahnı ilə gəlmişəm, bu gün yeni. Üçü də yenidir. Heç yerdə ifa olunmayıb. Bax, üçü də elə bil ki, bax, dünən axşam hazır olub. Məndən sonra da Sən Elgizə haqqında- gedərsən. Səndən nə olar ki, o da biz yaxşı yaparız. Ümumiyyətlə, o Əli Əsgər tarifatçısı, onun öz mahnısıdır, müəllifi qardaşımdır. Bir kəlmə deməyimlə, aslında o tar sənətindən biraz uzaqlaşıb, vəzifədədir, belə deyək də. Nə dedi, icazə verdi? Bir kəlmə, ümumiyyətlə, o da sonra Sabir Qafarlı bir xatirə qaldı səndən. Onu da ifa eləmiş. İnşallah bir də rəhmətli Baloğlan Əşrəfovun, dəyərli sənətkarımızın Gəl Yuxuma 3 mahnı ilə gəlmişəm. Üçü də yeni. O ikinci hansıydı? İkinci olan klip çəkdirdiyim bir xatirə qaldı səndən, sənin xoşuna gələn Ölsən Bağışla. Hə, yox, mən xoşuma bilirəm, onu bilirəm. O bir xatirə qaldı sənin, o qədər xoşuma gəlmir o mahnıda. Yox, o əslində o vaxt bizim o müharibə devrində də şəhidlərimizə aid olan bir mahnı idi. Sən bəlkə də qarışdırsan, inşallah ifa edəcəm, hə, Tamam, yaxşı. görəsiniz. Yox, çox gözəl Xanım, mahnı. təzə səndə nə var? Bir dənə stol qoyacağım, bir qonağımız da gəlib. Hə, qonağımız Bugün şey eləmişəm burada, Qızlar Məclisi. iş qurumuzdan. Bir qiraətçi qonağımız da var. Aytaş xanım da bugün bizdən birazdan bərabər olacaq. Burada yox idi, o da Türkiyə idi, istirahətdə idi. Deyəsən, dünən gəlib, sırağa kim gəlib, dedim, gəl, sən də gəl. Ləzvə xanım, sizdə təzə yeniliklər nə var, nə yox? Təzə yenilik birini oxudum indi. Bir də gəlməli idi indi. Əgər gəlsə, oradan mahnının birini çıxardım, onu verərik olarmı? Reklamlarda onda Emini başa salarıq. Oradan gəlməlidir, görüm indi atacaqlarmı? Dünən Studiyadan yazdırmışam, gəlməlidir. Sivdeniya vermişsən. İnanırsan, mənim mahnım bax 20 dəqiqə bundan qabaq gəlib. Mənə də bir mahnı. Təndirdən çörək çıxır. Çörək nətər olur? Arasına pendir qoyub, o vəziyyətdə. Qələndər qardaş, Şərə baxırsansa yayınladır. buradan deyirik, ha, bax deyir, isti-isti elə bil təndirdən çörək çıxır. Tapşırmısan göndər. Hə, hazır liftdə atıram indi. Tamam, yaxşı. Ay Rəsmiyə xanım, Hacım. biz səni jurnalist bilirik, ay başına dönüm. Bəli. Uzun illərdə Azərbaycan mətbuatında çalışırsan, yazırsan, pozursan, tədbirlərin hamısını bilirik. Bu yoga nədir? Dərs keçirsən TikTokda. Və bu bizim ayrılmaz Sən hissəmizdir. mənzəm Lətvən də yaz okursa, Fərhad da yaz. Bilirsən, Hə, Samir, bir saniyə keçirik, buyuruz. insan özünü hər sahədə, necə deyirlər, mütəxəssis olmalıdır, puxtələşməlidir. Deyirsən, qida da verirsən, yemək də verirsən Diyet orada. də verirəm, diyet də deyirəm qızlara, hə. Mənim qrupumda ancaq xanımlardır. 300 nəfər, 300 xanım var qrupumda. Maşallah. Ödənişli edirsən onları. Yox, ödənişsizdir. Ödənişli Ödənişsiz, edirsən. ödənişsiz. Lətvən də yazılır. Xoşdur. Onlayn girəsən, ancaq rəsmi xanıma baxarsan, o bədənində negativ enerjilər var, onları atırsan, Lətvə, idman eləyə. Tərki dünya olursan, bu dünyada olmursan, başqa elə bil Əslində ki, lazımdır, ha, çox elə lazımdır. bilsən ki, hardasan, başqa bir aləmdəsən. Bəli, meditasiyalar eləyirik. Gözümüzü yumuruq, nəfəsimizi dərindən alırıq, 3 neçə saniyə saxlayırıq və özümüzü hansısa bir gözəl bir məkanda beyin dincəlir, ruh dincəlir, negativlərdən uzaq olursan, çakralar açılır, aura təmizlənir. Bunlar hamısı yoqaya aid bir şeylərdir. Mən də gərək yazmam ora. Mütləq. Bazarlığa gelib, bu qız. Hə. Deyirəm, uzun işdir də bu. Deyək, reklamlara ayrılaq, reklamlarımızın vaxtıdır. Reklamlardan sonra Sən canlı reklamla sonra bir tortu kəsərsən. Baş üstə. Keçən səfər kim olmasın bu ha? dəqiqə kəsəcəm, onu yemək istəyirəm, mən də az gəlmişəm. Samir, bilirsən nə dedim? Dedim ki, yəni ayın 10 meyam ad günü idi. Mən onu tort gətirmədim ki, indi siz burada Hə, stol açacaqsınız, Lətvənin ad Gələn ayın günü. onu. İndi düş gün keçdi. Təbriklər, təbriklər. Nə var ki? Onda Vallahi bilmirəm. reklamlara keçək, biz tortu kəsək, Emin də payını göndərək. Reklamlar.
Eşqiyəm sənə bunu Fərhad, həqiqətən. Neçə vaxtı belə musiqi axtarırdım. Çox sağ ol. İnşallah. Şəfa ağlayır da. Nə olar? Mən təşəkkür edirəm bizim bir daha Əli Əsgər qardaşımız möhtəşəm tarifatçısıdır. Amma sən də heç ondan geri qalmamısan. Və Amil Sabirabadlı aranjman sənə demişdim onu. Bax görsən çox möhtəşəm işləri var. İnşallah sən də onu, səndən ora gedəcək. İnşallah. Təşəkkür edirəm. Lətifə xanım, belə mahnılar ifa edə bilirsən? Yox. Yox. Niyə? Mən sırf aşığam, nə bilim, heç oynaq mahnılarına çox məni filmirəm heç. Yox, məsəl üçün, hansısa bir bəstəkar mahnısı desinlər ki, Lətifə Çeşməli filan bir bəstəkar mahnısını ifa eləsin. Məsələn, geçən dəfə Şahin deyir ki, mənə sazda hər şey, Akşin, məsələn, Fəzail, Miskinli. Akşin, Fəzail, onlar solo ifaçıdırlar. Onlar ki, onunla özlərini tanıdırlar. Mən səsimlə. Sən sırf... Aşığam, sırf aşığam. Səsdə aşıq. Səsim, ay sağ ol, insanlara xoş. xoş. Səsi kimdə var? Yox, heç dəyərli kimdə. aşığımızdır. Həqiqətən. Fərhad, biz qabağa otur. Və bir qonağımız da gəldi, bizim qiraətçi dostumuz Aytaş xanım. Necəsiniz Aytaş? Nə var, nə yox? Yaxşısan? Mikrofon var. Var üstündə mikrofon. Çaşdırdı niyə qızırsan? Necəsən? Nə var, nə Çok yox? sağ olun, teşekkür ederim. Türkiye Ben değeri yok karşısında muydun bizi burada? izleyen tamaşaçılarımızı da salamlayıram. Biraz geç geldim, üzürlü sayın. Yox idin Bakıda. İstirafə getmişdim. Neçə gün idi getmişdin? Bir hafta. Bilməyən var idi, hamı bildi ki, bu qız burada yox idi. Bu arada telefonlarımız dayanmır, susmur, zəng vuran bütün izləyicilərimizə təşəkkür edir. Nə olur? Samir, deməli bu insan var ha. Bu insanın düz boyu 1 metr yerine çıkmış. Yerin altıyla. Yerine çakılmıştı bu. Durdu. Valla ben buna başka şey deyirəm. Dəfən amma bəlkə həyətdəki yoldaşımız idi. Hə, yoldaşım idi. Rəmzi o verdə zatda. Hə, yoldaşım. Bəs deyirdin yoldaşım Kamaz şoförüdür. Ne olar ki? Kama şoförü nə də? Tır şoförü. Tır şoförü də döyüş. Ne Mənim olar ki, tır yoldaşım şoförü olar? universitet qutarıb, texnik universitet. Keçən dəfə elə dedin axı. Nə olsun, özümüzün tırımız var, onu sürür. Hə, özümüzün tırı var, başqa adam Yok, sürür. ola bilər ki, universitet kurtarmış tır şoförü de ola bilər. Yo. Yox, təqid edirəm, patentin üstünü qutarıb o vaxt ki, indi texnik Deyirəm universitet də qutarıb. o... Ancaq özümüzün maşınımız var, tırımız. Hə, başa düşdüm, elə bildim. Onu kişi sürür. Baxdım ki, bayaq Bir də Rəmzi... olsun, olur şoför olan, şoförlərin qadasını alım, şoförün olur ki. Yo, elə bildim. Belə əziz tamaşaçı, Emil sənə bir şəkil atmışdım. O hazır, ay Allah, nə qədər zəng gəlir telefonuma. Hamısı mənim mahnıma görədir. Bircə saniyə qoy Emildən xəbər tutum. Emil hazırdır. Bir dənə onu hazır elə mənim əzizim, izləyirlər. Yazan izləyicilərin hər birinə təşəkkür edirəm. Aha, hamınıza çox təşəkkür edirəm. Çay yaman gedir maşallah, həqiqətən. Hə? Birimiz sağ olsun, çay yaxşı gedir. Deməli, Emin, hələ təqdim edilmə bir qoy bir şey deyim, balacamızın şəkili. Fərhad, Lətifə xanım, bilmirəm sizdən necədir. Mən adətən hansısa bir məclisə dəvət alanda insan var ki, bax, and ola səmimiyyətimə, bu mənim şeyimdir, düşüncəm belədir. Deyirəm, zaten hansısa bir toya getmişəmsə, ora belə çıxmasına, havaya getməmişəm ki, pulumu danışmışam, məni qane eləyən qanalar hesabına toyumuza gedirik. İndi 5 manat aşağı, 5 manat yuxarı, o başqa məsələ. Məsələn, adam var məclisə gedəndə özünə ancaq deyir, ay yox, pul olsun, pul olsun. Bax, inanın, bax, bu qarşımda yediyim bərəkətə, mən heç vaxt pul arzulamıram. Deyirəm, ay Allah, mənim qabağıma ancaq yaxşı insanlar çıxar. Yəni, o məclisdən qabağıma heç olmuyor 2 nəfər, 1 nəfər yeni insanlarla tanış olum. Çünki indi fırfırıldaq zamanəsidir. İndi hər adamla, mən ümumiyyətlə biraz da şeyəm, Fərhad bilir, yəni hamıya yaxın gedən adam deyiləm. O şeyim var, o sərhədim var. Məsələn, o günləri toyda və mən çox dəyərli dostlarım var ki, onları çox istəyirəm. Yəni, özləri bilirlər. O günləri Füzulidə bir toyda idim. Orada gözəl bir, toyun axır-axırları idi. Çox gözəl bir insanla tanış oldum. Deməli, bu izləyicilər imkan versələr bu zənglərdən, mən deyəcəm. Hə, çox gözəl bir insanla tanış oldum, təyyarla. Təyyar deməli, sən demə uşaqlıq dostumdur. Sən dosta bax, biz də dostuq. Artıq qismətə bax da. Füzuli rayonunun yuxarı Yağlıvənd kəndindəndilər. Onlar bu məcburi köçkün gələndə gəliblər. Füzulidə Zobucuq deyilən bir qəsəbə var. 4-cü qəsəbədə deməli yaşayırlar. Onun gözəl bir qızı var. Baxın, hal-hazırda onunla bizə baxır.
Ayın biri də ad günüdür. Gözəl balamızın, Banu balamızın. Salamlayırıq. Bir dənə göstərək şəkilli bax. Maşallah, maşallah. Görmüsən kostyumun bu qızdan? Yox, yox. Vallahi gör neçə ildir görüşmürük. Biz illərdir. Deyirsən 4 uşağı var, yoxsa 5 uşağı var təyyarın? Olsun, nə olur. Allah Maşallah. saxlasın. O günləri belə ötəri dedi. Son 5-i də bu da. Allah saxlasın. Allah saxlasın, ay təyyar. Allah Təyyar yaxşı saxlasın. qardaşdır, yaxşısın. Ayın birində də doğum günüdür. Xoş olsaq gedər. Belə ki, məhərrəmlikdir, getmək olar. İnşallah. Təyyar bir ad günü keçir, gələk. Fərhad da götürüm, gəlim. Deyir bir gün Fərhad da götür, Bir gəl. gün qabaqdan gedəcəyik yəni. Doğrudan deyirsən. Boş bekar adamlarla var, işimizi gücümüz. Yaxşı vaxtdadır, sıra özdə, öz aramızda. Lətfə xanım, göndərmədi təzə mahnı var. Hələ göndərməyib, iş qələndərə qalsın, onu bugün çətin göndərə. Yox, keçən dəfə də göndərdi. İndi hazırlayıram dedi. Yəqin ki axırıncı mahnı olacaq. Keçib, saray postun keçib. Hə, saray postunu keçib gəldi. Göndərən kimi denən Eminədir, təqdim eləsin. Yayı işləyirsən, yeni mahnıların var, klip də gəlir, Allah qoysa. Aydan bir şeir dinən. Amma Fərhad, bəlkə Aydan elə Fərhad canlı sazda ifa eləsin. Olsun, problem deyil. Hə, Fərhad, bir şeir. Lətfə xanımın sazını özdə ifa eləyəcəm. Hə, elə. Onları da verirsiniz. Halallığını vermişəm belə. Lətvənin sazı çörəkli sazdır. Özdə çörək. Təyyar gilə gedəndə bu sazı apararıq, Lətvənin sazı. Çox. Hə, bir də gördüm Lətvəni də götürüm apararıq. Onda görək Lətvə sazınla öz deydi. Hə, niyə getmirsən? Allah var. Valla, məhrəm aydı, gedə bilərik. Bizimkilər də hamısı oradadır. Bir dənə sevgidən səsləndirək. Hə, sevgidən? Hə, buyur, denən. Millət qırılıb batmış sevgidən ötürü gedir. Deyir, biz xoşbəxt olmadıq sevənlər kimi. İndi sonbahar tək sızlar qəlbimiz. Bəlkə bu dünyaya gəlmişik gülüm, artıraq dünyanın həsrətini biz. Tənə də, giley də daha əbəsdir. Bu sirli rüyadan ayrılaq gərək. Ya sən gecikmisən, ya mən tələsdim. İndi sevə-sevə ayrılaq gərək. Könül gizli-gizli yanacaq indi. Bir damla göz yaşın dənizdir mənə. Bizə xatirələr qalacaq indi. Sənin xatirən də əzizdir mənə. Bilirəm, bu həsrət üzəcək səni. Çalış gölgən kimi sürünməyəsən. Gözlərim hər zaman gəzəcək səni. Çalış gözlərimə görünməyəsən. İnşallah. Çalış gözlərimə Görünməyəsən. Deyir, ürəyimdə yerim var, dəli məhəbbət kimi. Ümidim dəniz kimi çağlayıram hələ də. Ətrinə də həsrətəm, özünə həsrət kimi. Sınıq ətir şüşəni saxlayıram hələ də. O elə bir dərddir ki, alıb sata bilmirəm. Canımda can kimisən, kəsib ata bilmirəm. Dünyaya gec gəlmişəm, sənə çata bilmirəm. Bu gecikmiş bəxtimi qarğıyıram hələ də. Səni Tanrı göndərib qanadsız mələk kimi. Ümidsiz arzu kimi, əl çatmaz dilək kimi. İnan sevənin olmaz səni bu ürək kimi. Bu sevən ürəyimi danlayıram hələ də. Şirin səsini duydum, sözünə aşiq oldum. Baxışından alışdım, gözünə aşiq oldum. Elə özünü sevdim, özünə aşiq oldum. Bu sevən gözlərimi hər kəsə bağlayıram hələ də. Harda olursam olum, dilimdə sorağımsan. Ürəyimə ev dedim, evimdə qonağımsan. Yaşamağa həvəsim, dünyaya marağımsan. Telefonumda nömrəni yoxlayıram hələ də. Bu gecikmiş bəxtimi qarğıyıram hələ də. Sağ ol, təşəkkür ederim. Sən bir canlı birin qaldı gəlsin. Hə, Lətrə? Hə, dinən. Baharım qış, şaxta vurmuş güləm mən. Al məni qoynuna, layla de, layla. Göz yaşı deyilsən, səni siləm mən. Al məni qoynuna, layla de, layla. De layla deməyə dilin mi yoxdur?
Bəs mənə verəsi gülünmü yoxdur? Aşk qollarını gəlim əlinmi yoxdur? Al məni qoynuna, layla de, layla. Adaqlarım var, gəl mənə sarı. Unutma ilqarı, unutma barı. Güldən şirə çəkir baharda arı. Al məni qoynuna, layla de, layla. Sən mənim gözümün nurusan, nuru. Sudan da sən safsan, durusan, duru. Qoru çeşməlinin eşqini qoru. Al məni qoynuna, layla de, layla. Al məni qoynuna, layla de, layla. Eşitdim saçlarının rəngini dəyişmişsən sən unutdun deyə. Getdiyimiz yerlərə deyir, mənsiz getmirsən sən unutdun deyə. Gül çiçəkli qapımı alanda qış bağladım, açılan qapıları gözümdə yaş bağladım. Kimsəyə bildirmədim, qəlbimə daş bağladım, sən unutdun deyə. Vay vay vay. Özüm ölməz sevgimə qəlbimdə yas tuturam. Xəbərin yoxdur məndən, dərdəlimdən batıram. Yatanda da Allaha yalvarıram, yatıram, sən unutdun deyə. Vay 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 vay. Sevənlər məni anlar, sevməyənə gələr dan. Bir çarə tapılmadı nə qohumdan, nə yaddan. Belə yetsə tələsib, tez köçəcəm həyatdan. Sizi unudun deyə. Sizi unudun deyə. Emin, bu zirvələrdə duran qartal hazırdır. Sağ olun, çox sağ olun. Yox, bunu hazır elə o bizim mahnında. Zirvələrdə duran qartalı hazır elə Lətifə xanımın. Mümkün deyil, Ondan onu səndən eşitməyə Onu bir oxumalısan. Çox gözəl. Ha, bu arada təyyar yazıb ki, təyyar iyun ayının biri gözləyirəm hamımızı. Lətifə xanımda, Fərhad da səndə. Balasının adı günündə. İnşallah. Gedirik. Hə? Gedirik. Hə, niyə getmirik? Orada. Məhərrəm ayında gedək, həm gəzəyim dolaram Füzulini. Oradan da sizi apararam, gedib rayonuzları gəzərik. Qəşəng. Olmusan heç Füzulidə, Lətifə xanım? Füzulidən Dönəm mən Füzulidəyim. Şuşada olmuşam. Azad olunmuş. Olandan sonra Şuşada olmuşam. Füzulidən yəni keçmişik, yəni gedib belə gəzməmişəm ora. Aşıq Pəri Məclisi ilə getmişsən. Ay sağ ol, Şuşaya getmişdik, hə. Dünən mən Sonra Füzulidəydim. Laçına dedilər ki, mən burada olmadım, Gədəbəydəydim, gedə bilmədim. Onlar getdi. Dünən Füzulidəydim. Toyda Əslində bir, Allah rəhmət eləsin, Bağman Kərim bəyin həyat yoldaşının 40 mərasimi. hə, mən də getdim, iştirak elədim o günləri keçər. Afiqə də, Bağman qardaşıma da hər birinə başsağlığı verirəm. Oradan da bizim deməli Şadlıq Sarayında Roma Dağıstanlı bir tədbir idi, şəhid məclisi idi orada. Hə, yığılmışlar kimdir? Şəhid, o ümumiyyətlə çox gözəl təşkilatçıdır, dəyərli qardaşımızdır. Şəhid ailələri, qazi ailələrin bütün tədbirlərində o yuxarıda, yəni yuxarı başda dayanan bir insandır, tədbir edir. Çox gözəl, həqiqətən də. Nə gözəl. Dünən mən yığmışdım. Dünən orada bir Dedim, şey, valla- orada getdi, iştirak elədim mən də. lap yaxşı. Getmişkən eşitdim oradadır. Roman dəvət elədi. Natiq Tağılaroğlu da bizim dəyərli qiraətçimiz də oradaydı. Getdik orada, gözəl iştirak elədik. Allah Teala'dan bütün şəhidlərimizə rəhmət diləyirəm. Boynumuzun borcunu getdik, iştirak elədik. Çox gözəl, orada çox gözəl qarşıladılar, gözəl də yəni belə yola saldılar. Əlbəttə ki, Füzuli cəmaatı qonaqpərvər. çox gözəl, Samir, çox. Hər birini salamlayıram. Tərbiyəliyim. Allah sağ olasın. Aydan, sən hansı bölgəmizdənsən? Atam Gəncəlidanam Göyçaylı. Gəncə Göyçay. Fərqli bölgə. Nə olar? Fərqli, sən amma Füzulidənsən, nə deyirsən elə? Sən də nə yaxşı şey var, hamısını çəkirsən öz tərəfə. Əslində, mən Beyləqan doğumluyam. Mən bir tərəfim Saatlı, bir tərəfim Beyləqan. Hər rayona gedəndə sizin kənddən keçib gedir. Ancaq babam Qərbi Azərbaycanlıdır. 48-də gələn Qərbi Azərbaycanlılardandır. Tamam. Zirvələrdə duran qartal, oxuyur Lətifə Çeşməli. Gəlsin. Qoy aşırı tam. Bir dəqiqə qoy sazı hazırlasın Emin. Al aşırı. Lətifəm. Görürsən Fərhadın həmkar həmrəyliyi. Borcumuzdur, buyursun. Lətifə xanım buyur. Zirvələrdə
Kəsən xəbər eylə mənə, qanadına məni də al. Kəsən xəbər eylə mənə, qanadına məni də al. Məni də al, məni də al, qanadına məni də al. Kəsən əgər eylə xəbər, qanadına məni də al. Görsən gəl dağa duman, qanadına məni də al. Məni də al, məni də al, qanadına məni də al. Təşəkkür edirəm. Vermə. Başla verin. Çox sağ olun, çox var olun. Alət Hay bəxəm, atona, kefimiz ha. açıldı. Valla. Gözəl, rahat Allah oturun. can sağlığı. Özü də çox populyar musiqidir də. Mahnı, Məclislərdə. mahnı nətər düşdü dillərə. Mahnı Yox, nətər tutulur. həqiqətən ha. Lətfə xanımı da biz neçə illərdir tanıyırıq, amma bu mahnı, ay qardaş, o ildırım deyir, Allah açdığı insan üçün yollar, qapılar var ha. Milyon bəndə yığılsa, o qapını heç kim bağlaya bilməz. Təbii. Demək ki, Lətfə xanımın da ulduzu bu mahnı ilə partlamalıydı. Belə parlamalıydı. Parladı da. Çox aşqlarımız. Düz Lətfə xanım çıxırdı efirlərə, görsənirdi, filan beş məkan. İndi də Lətfə efirlərdən düşmür. Təşəkkür edirəm Hümayə İmran qızına bu şeiri o təklif elədi, özü zəng elədi. Həmişə deyirəm mən bunu dedi ki, baş start elə oxu, baş start üstünə. Mən də yol gedirdim, bir də musiqi qavama çıxdı, gördüm, bu şeir musiqiyə nə gözəl gedir. Getdim, yazdırdım da heç sözlərinə deməmiş. Sonradan atdım ki, şeiri bu musiqi yoxdur. Elə həmin gündən də elə TikToka qoyan kimi tutdum musiqi mahnı. Ümumiyyətlə Bir sən dəqiqə, kimdir Emin? Lətfə xanımla bağlı. Lətfə xanımla. Ola bilməz. Ay qardaş, ola bilməz. Yox, istəmirəm, neyinirəm, o elə bu danışığından bilinir ki, o yalan danışır, amma mən neyinirəm efirə qoşulmağa. Ola bilməz axı elə. Mənlə danışmağa heç kimi qoşmur. Mənlə danışmağa heç kimi qoşmur. Yox, Kimsə yanlış adam olar, yalanlar. Hə, yalancı adam. Bilsən nəyə görə yalancıdır? Deyir, zəng vurmuşam Lətfə xanımdan. Hə, bir xanımdır, yığıb ki, Lətfə xanım, o elə bir tarix dedi ki, o Lətfə xanım onun qızı ilə yaşıddır. Lətfə xanım... Ha, deyinə, get işinlə məşğul ol. Mənim sinif yoldaşım. Ay, yalandır. Bilirsən, insanlar bir Lətfə ilə tər şeylər. Bir də həsir yoldaşım, yaxşı olur, fəyənə dəxli var ki. Yox, elə bir tarix deyir ki, qoşma deyirəm. neçə il bundan qabağa yox, qoşma, istəmirəm, o yalan lazım danışır. deyil. Onun da danışığından eşidirəm ki, yalan deyir axı. Hə, nə dəxli var deyir, sən ağzımda söz. Onu qadın özü demir, kimsə ona zəng elədi, dedi. hə, nəyə lazımdır ki o şey? Buradan da onu zəng elədənə deyirəm ki, bir qarğış eləsəm olarmı Güngül var ki? Güngül var qarğış. Allah sənin bəlanı özü versin, o göydəki Allah var ha. O sənin Allah bəlanı versin. Bilirəm sən kimsən? Allah sənin bəlanı versin. Mən yıxmağa çalışırsan, Allah qaldıranı, Allah tala deyir, həyatda 2 dəfə gülüb. Eşitirsinizmi onu? Bəli. Birində bir kasıb adam varmış, o qədər kasıb imiş, heç qohum da ona kömək eləmirmiş ha. Əlindən tutmamış. Allah onu o qədər zirvəyə qaldırıb ki, istəyiblər qaytara yıxalar. Gülüb Allah tala deyiblər, niyə gülürsən? Deyir, onu mən qaldırmışam, sən yıxanmazsan. Yıxa bilməzsən. Biri də o qədər varlı adam imiş, hamıya zərər verirmiş da, hamıya elə bir. Deyib ki, ona o günə salıb ki, dırnaq da verməyib qaşımağa qoturunu. Deyib ki, gülüb deyiblər, deyib onu mən yıxmışamsa sən qaldıramazsın. Heç vaxt. Lətfə xanım, İndi bax, mənim yaşımın sahnə aidiyyatı var, mənim 70 yaşım var, 75 yaşım var. Evlilik proqramıdır, burada ailə qururuq. Allah haqq hər yerdə deyirəm, 24 yaşında keçib oğlum, 24 yaşında, 18 yaşında qızım, Akif Naxçıvanlı yoldaşım, sana nə var, mən neçə yaşım var, ay şərəfsiz. Üzr istəyirəm, bax, fərdəmə görə. Lətfə xanım, tanıyırsan kimdir? Tanıyırdın kimdir o? Təxmin bilirsən kimdir? Zəng elədən tanıyıram, o zəng Zəng elədəni. Belə də ki, insanın yaşını nəfər var. Məndən soruşurlar, Mənim yaşımın kimə aidiyyatı var? İndi yox, sən zəng elib burada nə demək istəyirsən? Mənim yaşımın sana nə aidiyyatı var ki? Tutaq ki, zəng gələn dedi. Oğlun alırsan məni, qızın, yoxsa
Yəni ağzına söz. Sana nə var mənim neçə yaşım var? Biraz səbirli ol, biraz səbirli ol. Yox, həyatda adamın acıqdır. Sən məni sınamsan. yaşım, bilirəm. Sən məni sınamsan. Sana nə var mənim neçə yaşım var? İnsandır. Bəlkə o da... Keçişinlə məşğul o da. Ümumiyyətlə o pislik eləyən insan Zəng var. eləyib, Lətifə xanım mənim sinif yoldaşım olub. Hə, nə olsun? Nədir onun adı? Neçə il, elə tarix deyib ki, o tarix, yəni Lətifə xanımın adiyyəti, Lətifə xanım onun qızı ilə yaşıbdır. Desin dana, zərəl yoxdur. 70 yaşım var. 58-ci ildənəm, 70 yaşım var. 58-də 70 yaş olur mu? 70 deyil də, 68-cindəsən. Hə, 68 yaşım var. Ya deyir də, nə olsun ay sağında, nə olacaq ki? Ay, burada bu hə olsun da, yaşımı kimə aidiyyəti var? Görüntüm bu döymür, səsim bu döymür. Cəmaət məni, elimiz, obamız, Azərbaycanımız məni sevmirmi? Toylarını qəşəng yaparmıram, mənim yaşımın aidiyyəti var. Əziz tamaşaçılarımız, çox xahiş edirik, zəng vurmayın, telefonlarımız dayanmır, susmur. Aşağıdan, yuxarıdan, telefonlarımız dayanmır. Canlı içində ona görə telefonları aça bilmirəm. Belə sözünüz varsa SMS yazın, yəni burada vaxt yoxdur da, yəni tamaşaçılarımız. Aydaş xanım deyir ki, 55 yaşı var, heç baxır bir. Mən sənə bir şey deyim, Fərhad. Yaş insan üçün bir rəqəmdir, bir nömrədir. Bəli. Baxın, ümumiyyətlə sənət adamının da yaşı olmur. Mən bunu dəfələrlə demişəm, indi də təkrarçılıq olmasın. Sənubər İskəndərli, bizim xalq artistimiz, qastrol səfərinə gedir, Fransaya yoxsa İtaliya. Orada bunu aparırlar, çox dünyaca məşhur olan aktyorların dəfn olduğu, necə bizdə Fəxri Xiyaban var, məsəl üçün. Aparırlar ora ki, bəs bu filan aktyordur dünyasını. Baxır ki, hamısının doğum tarixi yazılıb, ölüm tarixi yazılmayıb. Deyir, bunlar bəs haçan ölüblər, yazılmayıb axı. Deyir, onlar ölmürlər ki, onlar sənətkardılar. Sənətkarın yaşı yoxdur. Sən fikir ver. Dövlət olaraq yazmırlar, doğulduğu tarixi yazırlar, ölüm tarixini yazmırlar. Yəni ömür boyu yaşayacaq. Deyir, bunlar həmişə yaşayırlar, həmişə ürəyimizdədir, qəlbimizdədir, eşidirik, dinləyirik. Bunlar ölmürlər. Bu bizdə Azərbaycandadır, bilir. Falan kəsin neçə yaşı var, oxuyur. Aybaşla dönüm, müğənninin, sənət adamının, səhnə adamının yaşı olmur. Olur rəsmi xanım. Yox, olmur. Bilirsiniz nə üçün olmur? Mən deyim sizə. Ümumiyyətlə, bizim mentalitetə aiddir bu. Yaşından başından asılı olmayaraq xala, bibi sözləri. Ən zəhləm gedən sözdür. Mən kimsə dayı deyəndə az qala onu doğam. İnan ki, bu... Mənim dayı vaxtım deyil, əmi vaxtım deyil. Etika qaydalarına... Məndən yaşlıdır. Hə, etika qaydalarına riayət etmirlər. Çünki bilmirlər, öyrənməyiblər. Bibi, xala, əmi, dayı deməklə, nənə deməklə özünü bir növ özünü sənə yaxın, öz şirini, yalanını sənə satmaq üçün. Yox, sən şey demək üçün, qanını qaraltmaq üçün elə deyil. Bəli, bir sataşmaq üçün. Bir də bu yaş məsələsi, mən hamıya demişəm, qrupumdakı qızlara da demişəm, bizim yaşımız ancaq biz pasporta baxanda yadımıza düşməlidir, vəssalam. Bizim 17 yaşımız var. Eşitsən Lətifə gör nə deyir? Bizim 17 yaşımız var. Biz ancaq pasporta baxanda, şəxsiyyət vəsiqəsinə baxanda bilməliyik ki, neçə... Mən ökü bir söz indi Lətifə xanım yaşına üzr istəyirəm Quran. Burada bir sözdə işlətdim. Mən dönə-dönə bizi dinləyən tamaşaçılarımızdan əsəbdən dilimə gəldi dedim. Çünki məni o qədər yandırıblar ki, daha elə bilirsən təkcə burada eləyirlər. Həyatda da məni bezdiriblər, bura yığıblar. Bilirsən, Allah Taala bu səsimi mənə verir, düzdürmü? Oxuyuram da, bu səsi mən oxuyuram. Yanıb tökülürüm. Həyatda da məni yandırırlar. Qoyurlar yaşayamaya bilirsən həyatda. Elə bilirsən televizor eləyirlər. Ancaq tutublar məni qara piyar eləmək istəyirlər. Filmlər nə tərəflasınlar? Heç nə edə bilməyəcəklər. Yanıb tökülürəm. Ağzımdan da bu söz çıxdı. Dönə-dönə sizlərdən bütün Azərbaycan xalqından üzr istəyirəm bizi dinləyəndə də. Mən yanlış söz danışan adam deyiləm. Yəni məni burada yandırmırlar. Yəni bilin ki siz, məni həyatda da yandırırlar. Girərlər TikTokda gic-gic sözlər yazırlar. Özdə bilirəm kimdir. 20 dənə, neçə dənə zadatçı və öz orada. Gic-gic orada yazır. Girib baxmıram. Mənim gör, oğlumun 23 yaşı var, oğlum nə qədər mədəniyyətli deyirəm, amma girmə, oxuma. Sən bilirsən ki, qəsdən yazırlar da, oxuma, qoy yazsınlar. Məndən nə istəyirsiniz? Mənə nə verim alamırsınız? Bilirsiniz onu kimlər eləyir? Dırnaqarası da sizin sənət yoldaşlarınız. Sənət yoldaşlarımızdır. Ondan bilirəm o kimdir. Tanına bilməyən, özünə yer eləyə bilməyən, həqiqətən o küncdə qalan, özünə yer eləyə bilməyən, baxır ki, Lətifə bütün günü efirlərdə, Lətifə bütün günü toylarda, bu dəqiqə Lətifə moddadır, nə oxuyur, tappıltı ilə tutur, ona görə də paxıllığından başlayır orada. Özə TikTokda belə bir şey var,
kimsə bir dənə pis rəy yazır, bir Hamı ona video baxır, paylaşan yazır. kimi. Hamı ona baxan kimi yazır ya da heç kimin elə bir fikri yoxdur. Yox, indi mən sənə bir söz deyim də, Samir, bu deyir sənə idman. Bax, bu idmanla mənim qrupumda nə qədər insanlar sağalanlar var da, inan ki. Hamısı xəstə idilər. İynəsiz dərmanı, ira olsun, yox, birində boyun osteoxondrozu, elə birində yazır. migren, birində nə. Yəni, bunlardan azad olublar. Sən mən bir dənə canlıma bir dəfə gir, bax, gör nə qədər alqışlar var orada, dualar var orada. Biri gəlib bir dənə, indi bax, biri gəlib bir dənə pis söz yazan kimi, mən qalıram qıraqda, qızlar onun cavabını verir, mənim qızlarım. Yəni ki, biz buradan yararlanırıq, sən niyə bura pis verir? Mənə də hamı yazırlar, Ətfəq xanım, ona görə bu reaksiya burada vermək lazım yazırlar, deyil. Yazırlar, hər kəsə yazırlar. Hə, yazırlar, çünki gözü götürməyənlər var. Gözü götürməyənlər də onlar, onları da boş verirlər. Yox, indi gör orada şey eləyirlər, indi həyatda eləyirlər, indi efirə zəng eləyirlər. Ki, nəsə deyir, nə olsun ki, deyir, Azərbaycan xalqı məni tanımır. Gedirəm, toylarına aparıram. Bilmirlərim ki, qeyrətli, gözəl ailəsi, gözəl Ailə canlı. bağları, alnının təri ilə pul qazanan, çörəyin qazanan, sənəti ilə. Allah heç kimin əziyyətini yerdə Yerdə qoymur. qoymur. Əziyyət çəkib vaxtında. Bəli. Hamımız. Vallahi gör neçə ildir mən bu əziyyət çəkirəm. 25 il keçmə bu sənətdəyəm da, düzdürmü? 2000-ci ildə bu Maşallah sənətdəyəm. olsun, hə. Əziyyətlə gəlirim. Yox, mən yaşımı bura zəng eləyən, bu zəng elədən. Kimin alırsan məni? Vallahi yoldaşım var, Allah haqqı. Ailəliyəm, zəng eləmə. Nə gəzərdir? O qız Elə bir qəşəng cavab idi. Sən bura qız alanda maraqlanırlar belə. Soruşurlar. Bir görün nədir, nə deyil, nə tərdir, neyin nə var. Rəsvə xanım, aşıqlarınız da bunu eləyənlər. Hə? Vallahi. Hə, bunu yazanlar aşıqlardır. Hələ fırlayasan, hansı tərəfə gedəsən, gələsən, hər kəsin öz ruzisi var. Hər kəsin öz talihi var, hər kəsin öz yazısı var. Heç kimin əziyyətini mən yenə qeyd edirəm. Allah yerdə qoymur. Əziyyət çəkmək lazımdır. O yazanlar var ha, o yazanlar imperator deyirlər də, İbrahim Tatlıses. Ona da yazırlar. Yox, rəhmətli Cavanşir Məmmədov, bizim gözəl əməkdar artistimiz, götürüb bir şey paylaşmışdı. Mənim Cavanşir Məmmədovdan nəyim əskiydi? Adam baxanda düz deyir. İbrahimlə nəyim atsın? Hə, İbrahim Tatlısesdən mənim nəyim əskiydi? Gözəl səsim, gözəl sənətim, ölkəmizin əməkdar artistiyəm, gözəl insan. Deyirlər, başımın bir dənə güllə səsi. Elə yazmışdılar, hə. Gör, yəni bu nə deməkdir? Həqiqətən ha. Yazıb ki, mənim bu İbrahim Tatlısesdən nəyim əskiydi? Yazıblar bir dənə başımın gülləsi. Bir nəfər Samir, məndə TikTok səhifəsində bir nəfər mənim haqqımda, yəni sənət baxımından yox, mənim insaniyyətliyim haqqında da götürüb ora tanımadığım bir insanda nəsə bir şey yazmışdı. Bunun nəsə nömrəsini tapdım. Örgəndən falan rayondan, falan kətdən orada dostum var. Sizdə belə bir şey var, səhifəni takım dedi, hə bu bizim uşaqdır, bir kasıb bir uşaqdır. Götürdüm onun nömrəsini aldım, yığdım. Dedim, qaqa salam. Hə, salam. Dedim, səndən danışan bilirsən, kimdir? Dedi, yox. Dedim, o barəsində yazdığın, TikTokda yazdığın oğlan Fərhad Tufan telefonu söndürdü. Təzədən bir də yığdım. Dedim, mən sən nə? Mənim üçün başqa cür söhbət edib, dövlət qurumları var. Lazım olsa müraciət edərəm. Mən bir dəfə birini vermişəm. Sadəcə olaraq sənə demək istəyirəm ki, bir dəfə məndən oturaq, gəl şəhərdə. Bir istəyən çay çək. Sən gör mən nətər insanam. Fərhad müəllim, vallahi mən səhv eləmişəm, bir səhv eləmişəm, bağışlayın, yazmışam, vallahi belə elə düz deyirsiniz, mən uşaqlıq eləmişəm. Ümumiyyətlə, insanın xasiyyətin, xarakterin, bilmədən ön yargılayırlar. Ailə vəziyyətini bilmədən, bu ailəsinə necədir, özü necə bir insandır, qeyrətli, namuslu, sənəti ilə, işi ilə, şərəfi ilə, namusu ilə yaşayan bir insanın haqqında götürürlər, elə bir şey yazırlar ki, adam baxır, özünə deyirsən ki, ona görə də həqiqətən eləməyin. Heç kimin qəlbin könlüdür. Siz özünüzdə qalacaq, vallahi. Fərhad, mən bu elit star Cəmilə var ha. Bir ara baxdım ki, onun üçün belə TikTokda, orada, burada, sosial mediada qara PR başlayıb da, məsələn, Cəmilə haqqında. Allah elə gətirdi ki, biz Cəmilə xanımdan Krasnoyarskaya bir 10 günlük orada məclisimiz var idi. Cəmilə xanım da orada çağırmışlar. Mən getdim orada, bax, operatorumuz Firuz Allah şahidlikdə. Dedim, ay Allah, bu Cəmilə adamın belə anası olar. Çox gözəl insan, mən tanıyıram onu. Təsəvvür on elə. Bax, dolların paçkasını belə açırdılar Cəmilə xanım üçün də. Məsələn, içki süzürlər, deyir, qardaş, mən bura boğazımla çörək qazanmağa gəlmişəm, mən bura başqa işlərə gəlməmişəm. Bizlə bərabər də, o iki, mənlə, Firuzla, ikimiz, 3 nəfər də, bizlə bərabər, elə bir anamız da orada, gedirdi otelə, bizlə bərabər də gəlirdi, bizsiz o qadın, ayağın orada milyoner insanlarla, biri ilə gelib bir səkən çay içmədi, məhəttər qaldı. Gözən yoldaşlıq eləyəndə görürsən necə insandır. Yoldaşlıq, ay Allah, bu Cəmilə nətər adamıymış. Bizim əlimizə verilən, məsəl üçün də, Rusiyada 10 gün orada qalmışıq, biraz pul qazanmışıq.
O pullarımızı da alıb qoynunda gəzdirir ki, amanın günüdür, birdən itilərsiniz, birdən oğru. Dedim, ay Allah, bu nə cür qadındır, yemək pişirir bizə, paltarımızı ütülüyür. Mən Cəmilə xanımı kəşf elədim ki, bu nə cür qadınıymış. Yəni, insanlara deyirəm ki, buradan ön yargılı olmayın. Bir də, Fərhad, çox üzr istəyirəm, o yazanlar var, ha, Lətifə xanım. Bizim üçün də yazırlar, mənim üçün yazırlar. Samir atasına baxmır. Allah şahidim Fərhaddır. Mən atama kukla kimi otaq bəzəmişəm. Atam indi neyiniyim, gedim atamı dartım, sürütdüyüm, gətirim. Deyir ki, yox, qardaşının yanında olan. Sən belə yaşamaq istəyirdim. Hə də həm işinə yaxındır deyə qardaşımla qalır. Yalvarıram ki, Aytıq, gəl, belə qal mənim yanımda da. Mənim belə yeğenim kim, gənim kim. Boş 200 kvadratlıq evdir də. Mənim yerimi dar eləyə istəyir ki, götürürlər TikTok-a yazar, atasına baxmır, atasına baxmır. Mən nə deyim, nə yazım? Samir, atam, sən bilirsən də, indi Allah bütün xəstəliyə şahid versin, 9 ildə əziyyət çəkir bu ağır xəstəlikdən. İndi göydə Allah yerdə bilirsən ki, necə biz atamıza baxırıq. Yığmayın da, onlar telefonları yığmayın, cavab vermirik, aşağı dayanmır telefonlarımız. Çox üzr istəyirəm, Fərhad, emin deyir ki, dayanmır telefonlarımız. Mesaj yazın, yığmayınca, uşaqlar da aşağıda əziyyət çəkirlər, telefonlar dayanmır. Bugün elə bir telefonlara bomba düşür. Deməli, Qubada bir istirahat yerində bir şey yetişmişəm, öz bağlarım içində yayda gedir, dincəlmişəm. Atama elə oldu ki, keçən qutarmışam, elə oldu ki, atama dedim ki, gəl, atam rayondakı evimizi biraz təmirlətdirdi, vaxtı olmadı, nəysə, ora gedə bilmədim, ora gedib apara bilmədim də, sonra qış gəlib elə. İndi bir nəfər məni kətdən çəkib qırağa, qolumdan tutub ki, gəl bura bala, gəl bura, deyərəm, hə, nədir? Hə, bəs o dədəvi apar, o Qubiyə apar. Dedim, dədəvi apar, mən dədəmi Qubiyə aparım. Atam da ora apar. Dedim, mənə dədəmi, elə mən gündə bir ev tikəcəm, elə dədəm ora aparım, ürək istəyəndə öz evində nə vaxt yedi getsin də. Mən dədəmin yaparım, dədəm özüm bilsin başından, dədəmin də, o kimindir ki? Dədəm deməlidir ki, İnsanlar otururlar, başqalarının işinə, marağa baxa, həyatına necə müdaxilə etsin. Özlərindən özüm bilərəm ki, apararam da özüm bilərəm, aparmaram da. Yox, getsə də özü bilər, getsə də özü bilər, özünün də, atamın da ora. Yox, nə üçün müdaxilə edə bilirlər belə, mənə çatmır, başlarını sal, özlərinə baxanda indi o qədər olan problemləri var ki, o ilə məşğul olmurlar, otururlar, onun bunun həyatını başçılıq edirlər. Çox yanlış bir şey, Lətifə xanım, xalq artistlərimizdən biri, ölkəmizin xalq artisti, özü də belə çox samballı bir xanım. Mənim verilişimdə qonaq idi, Fərhad bilir də söhbət nədən gedir. Xanımdır, mənim nəyimə lazımdır, mən o aparıcılardan deyirəm, çağırdığım qonağa deyəm, bunu niyə geymişsən, onu niyə geyməmsən, özün, mənim qonağımda gözüm üstə yeri var, istəyir qaloşla gəlsin bura. Başa düşününce, indi xanımdır, xalq artistimiz biraz abartılı geymişdi, biraz açıq-saçıq geymişdi. Bir də görün mənim şəxsi nömrəmi kimsə tapıb, orada dayanmadan yazır, xanım haqqında, mənim haqqında, bunu efirəliyə çıxartmırsan. Yəni, stresə girdim. Artıq başlayıb söyüşə filanmışım. Mən də bunun nömrəsini götürdüm, oradan sıkın elədim, sıkınçıq. Həmən dəqiqə hüquq mühafizə orqanlarına verdim. Həmən dəqiqə veriliş gedə-gedə. Üstündən veriliş qutarmışdır, əynimi dəyişib, maşınıma otururdum, bir də gördüm, məni yığdılar. Bugün Azərbaycan polisi bax bu şəkildə çalışır, işləyir. Yığdılar ki, biz o adamı tapdıq, artıq o adam filan rayonundandır, filan yerdə işləyir, filan kəsdir. Və salam, onların elə bir yaşadığı rayona, ora polis idarəsinə artıq məlumat gedib çatıb. İndi o adam... Düşüb əl-ayağa. Əl-ayağa nədir? Xalamgilə gedib. Xala da nə xalam? Yox, xalam. O xalam. Sənin fikrin qalıb o xalam yanımda. Hə, gedib xalam, görüm xalam yığıb mən. Ay bala, ay Samir, bunlar bizə gəliblər, nə bilim, filan beş məkan. Dedim, xala, bir dəqiqə saxla. Filan şeylər yazıb, sən onlar qəbul edirsən, deyir, yox, bu yazıb, deyirəm, yaxşı, telefonu adı elədim. Sonra, mən ondan əl çəkmirdim. Hələ mən o xalq artistimizə, onun barəsində desəydim ki, o mesajın birini görsətsəydim ona, yəni o, olmaz. Davamın demirəm. İstəyimiz özünə qalacaq. Sadəcə olaraq bizim gözəl sənətkarımız Manaf Ağayev məni yığdı ki, bir şey var, səndən onu xahiş edəcəm. Dedim, əmr elə, bəs gəl filan yerə, onlar artıq Manaf müəllimə çıxıblar, xahiş minnət üçün. Mən də getdim, orada nə yazmışdı? 2 qatı onun özünə deyildi, 10 qatı özünə deyildi, üzr istədi. Mən də maşınlarımdan görüm, maşınım dağılacaq, qaça-qaça gəlir o boyda kişi. Mən necə üzr istəyim, dedim, sənin üzrüvə görə mən bura gəlməmişəm. Manaf müəllim deyib, mən də onun balacası kimi durub gəlmişəm bura.
Yəni bu şeyləri eləmək, hər şey yazmaq əziz tamaşaçılarımız. Hər şey orada yazmaq olmaz, hər şey demək olmaz. Sosial Şükür Allaha. Övladın baxır, nəslin baxır. Ay Fərhad, sən bir dənə mən həmişə deyirəm bunu efirdə. Sosial proqramlar var da, ora çıxanlar da müğənnilər deyir ki, adi hansısa ucqar kəndlərdən, nə bilim, rayonlardan gələn, Bakıdan gələn insanlardır da, onların talihləridir. Biri uşağını atır, biri ərin atır, biri 5 dənə uşağı evdə qoyur, başqa cavan oğlana qoşulur, gedir. Biri əri evdə olurlar, nə bilim, başqası ilə mesajlaşır. Qızıllara parı satır. Satır, yedizdirir cavan oğlana, biri uşaqların, nə bilim, uşağını öldürür, biri deyir, o qədər sosial, biri uşağına... Bir dənə müğənni görsədin, efirdə, səhnədə, sənətdə olan bir dənə adam göstərin ki, uşağını atıb, anasını atıb, atasını atıb, bacısını atıb. Hamısı əksinə dayaqdılar. Bir nəfərdir, məsələn, Lətifə xanım populyarlaşıb, hamıya gücü çatdığı qədər əl atır. Gücümüz çat, ancaq öz bacı qardaşlara da görsədin də, bir dənə də görsədin ki, filan müğənni uşaqlarını atdı, qoşuldu filan kəsə, çıxdı, getdi. Bunu eləyən kimlərdir? Adi hansısa, nə bilim, real həyatdan. Real həyatda olan adi insanlar. O şeyləri səhnədə olan adamlar eləmir. Əksinə, səhnədə olanlar övlad götürüb böyüdürlər. Uşaq evindən götürürlər, qocalar evindən götürürlər. Oradan-buradan uşaq götürüb, əl tuturlar, kasıba, imkansıza, bacardıqları qədər yanlarında. Qiymətdə hörmət edirlər, gəlirlər məclisi var. Bəli, eləməyin, etməyin, o yazanlar boş-boş şeylər yazanlar. İndi mən burada bir söz deyim ki, indi hərdən bir söz deyirlər. Bax, kimsə dərdini çıxıb deyir, kimsə nə, mən heç vaxt heç nə demirəm da. İndi bircə kəlmə buradan deyirəm. Mən də bacımın oğlu şəhid olub 44 gün müharibədə. 24 yaşında Verdiyev Bəhman Dilqamoğlu. Qardaşım, bacımın Vəsilə bacımın, doğma bacımın oğlu, bəli. Burada Mehtəbatda yaşayırlar. Onunla qardaşım müharibədə olub, Zakir Ağdamda veterandır. Mənim böyük qardaşımın oğlu 37 yaşında şikəst kalyaskadadır. Qardaşınızın oğlu. Hə, böyük qardaşım. Bax, adam ona yanır ki, mənim də dərdim var da, hər kəsin dərdi var da. Məndən nə istəyirsiniz, mən nə müzakirəyə qoysun. Çörəyimi qazanıram da, sizə nə qaydıram ki. Sənət dostlarımızda bunu eləyən. Bilirəm onu. Səninlə tamaşaçı səni çox istəyir. İnsan zaten ətrafında Səni tamaşaçı çox istəyir. Məni üstələrdən çıxartdılar, burada da ağzıma söhüş çıxartdım, üzr istəyirəm tamaşaçılarda. Söhüş deyil, normal. Üzr istəyirəm tamaşaçılarda. Yox da, baxma. Yox, söhüş deyil. Aynen, bir dənə söz deyirəm sənə. Söhüş deyil birinci. İkinci də ki, nədir onun adı? Onu sizi tamaşaçı istəməsə, siz bütün günü elin, obanın arasında, toyda, şənlikdə, məclisdə olmazsınız. Onu bilirsən kimdir yazan? O sazı ilə bir yerdə özü evdə qalır. Heç kim heç yerə adı deyirlər. Evdə arvad deyir ki, sən də kişisən, bir filan kəsə bax. Və yaxud da kişi deyir ki, sən də arvadsan, filan kəsə bax. Lətifə neynədir belə? həyatda uğur olmayan insanlar. Son müddətdə partlatdı. Ən böyük də şey, mənim yaşımın başınız çatmır mı sizin? Mən sizi bilirəm, kim Gedin özünüzü müalicə elədin, ay yazıq. Mənim yaşımı sizə aid gəl. Mən deyirəm, üzr istəyirəm. Buna gəlmişəm, efirlərə çıxıram ki, nə olar, mən ailə qurmağa adam axtarıram. Siz kişisiniz, mənim yaşım sizin neysə lazımdır. Aşıq, səbirli ol, aşıq. Əslində mən bilirəm, bu hansı aşıqlardır. Sadəcə deyib sənin qanını qaranır. Samir oturub çay Mən onları reklam eləmək istəmirəm, bildin? Səndən reklam tutmaq istəyirəm. Əslində mən bilirəm kimdir. Lətifə xanım, siz çox gözəl aşıqsınız, gözəl anasınız, Bax, gözəl 2-3 insansınız. dənə qızlardandır. 2-3 dənə qızlardandır. Sənin el qızın da var içində. El qızında, amma belə tanınmırlar da çox. Bu da uzun işdə, bu gözəl bilir. El qızlarından da var içində. Yəni, mən bilirəm kimlərdir o PR-ı sən eləyənlər. Kimdən də ifamız? Fərhad, buyur. Yox, Lətifədən yoxsa Fərhaddan? Valla mənim mahnılarım hamısı qəmli deyil, Lətifən biraz da ağladacaq. Hə? Fərhad, buyur Fərhad. Məndə hamısı qəmli mahnıda. Olsun o qəmli, Lətifən ağladacaqsan indi. Hə, yaxşı.
Allah bizim dəyərli səhərkarımız Baloğlan Əşrafa rəhmət eləsin. Gəl yoxuma. Axşam zəng elədim. Dünən Peyman qardaşımız dedi, Peyman Baloğlan müəllimin oğlu. Dedim, belə bir mahnı dedi, rəhmətli atam səni çox istəyirdi. Özü də biz tez-tez canlı danışırdıq axı rəhmətli Baloğlan. Bir yerdə işləyirdiniz. İşləmirdi, ancaq efirlərimizi tez-tez gəlirdi. Canlı ifa eləmirdi hər ansamblan. Bir dənə bizim ansamblanında canlı. Dedi Fərhad, sən rəhmətli mən görürəm, mən də çox istəyirdi. Lətifə xanımla kövrəldi. Dedi halal xoşun olsun, çox sağ olsun. Bizim Peyman qardaşımıza Allah bir daha rəhmət eləsin, Baloğlan Əşrafa. Nə yazıb? Bir baxın. Otuda hara getsin, ha Fərhad? Sazı qoymurasan. Boş ver. Və mən deyirəm də, sən boş ver elə şeylər, valla, o qədər danışsın. Əlbəttə biz deyirik də sənə. Yox, adam kimi yapmış dənə deyilə bir mən. Bura danış, qadanım. Neyse, orada maraqlı O gülməli yazan kim idi? O gözəl bacımız var o. Gədəbəyli. Yox, adama gülməli o gəlir ki, sənə soruşan varım günün ayın neçəsidir. Ben buraya nəyə çıxmışam? Mən buraya çıxmışam ki, Samir, nə olar ailə qurmaq istəyirəm. Sən axırda deyib deyəsən bizi yox. Bir adam tap, nə olar ay Samir. Ay, mənim ailəm də var, yoldaşım da var, sana nə var, yığsa neçə yaşım var. Sən Allah, sən get başını müalicə elət biraz. Yaxşı mı? Yazıqsan, xəstəlik zat taparsan. Zaten o insan... O pis xəstəlikdən zatdan, olsa xəstəsən, isə. Lətifə xanım. Aşıq yaman ilişlər. Deməli, Rusiyadan bir izləyicimiz yazır. Deməli, salamlayıram. Siz başda olmaqla bütün qonaqlarınızı hörmətlə Rizvan bəy yazır. Rostov vilayətindən. Biz də salamlayırıq. Çox sağ olun Rəsmiyə xanım. Verilişiniz axarlı-baxarlı olsun. Hər zaman baxırıq. Lətifə xanım elə adamlara fikir verməsin. Bax, gördüm. Təşəkkürüm bildirəm çox. Sonra... Birazdan elə mənim mamam yazacaq. Bala, ona denən elə qəm eləməsin. Maştağıdan Səccad yazıb Aydan xanım salam gedir. Aydan xanım bir şeir desin. Yaxşı bir dəqiqə deyir. Yazan izləyicilərimizin hər birinə təşəkkür edirik. Bəli, əziz tamaşaçılarımız. Özüm istəmirəm, Emin. Bilsən nəyə görə? Çünki vaxt yoxdur tamaşaçılarla danışmağa deyə bugün istəmədim tamaşaçılarla. Həm orada danışım, həm burada danışım, çatdırmarıq. Aydan bir dənə şeir deyirəm. Ondan sonra Aydan bir şeir deyər. Gəlin Cığatel xanımdan gözəl bir şeir səsləndirir. Cığatel xanımdan. Ad günündə bu yaxınlarda deyib, Lətifə xanım sənə? 16. Toydan çıxıb gələcəm. Toydan çıxıb gələcəksən. Öldürdüyüm bu sevginin yasında sözüm budur. Ya əvvəldə, ya sonda. Mənim özüm üçün darıxmasan da, mənim sevgim üçün darıxacaqsan. Mənim sevgim bir gül idi tərincə. Söyləmişdim, soldurarsan dərincə. Sən sevgisiz sevgiləri görüncə, mənim sevgim üçün darıxacaqsan. İnləyəcək gah kamanın, gah neyin. Sevmirsənsə sənə necə sevdiyim. Çox olacaq sevənlərin, sevdiyin, mənim sevgim üçün darıxacaqsan. Çox deyirdim, o deşkimi soyutma. Uyumayan sevgimizi unutma. Unudarsan, unut məni, unutma. Mənim sevgim üçün darıxacaqsan. Çox sağ ol. Möhtəşəm, çox sağ ol. Çox təşəkkür ederim. Emin, şam məlumatımızın vaxtıdır. Tamam, ayrılaq. Çünki Lətifə xanım, mahnımız gəlmədi. Emin narahatdır, rejissorumuz deyir. Təzə mahnı işləyəcək bu günləri, yoxsa... Sumqayıtın burada kuruqdadır. Elmanın kuruqun keçir. Şam məlumat ayrılaq. O sırada da baxaq görək. Gəlir, yoxsa gəlmir mahnımız. Sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə. Buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından. Bu mağazaların müxtəlif şəbəkələrindən
əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Tovuzum, şöhrətim, şanım ordadır. Ata, ana, köküm, qanım ordadır. Tovuzum, şöhrətim, şanım ordadır. Ata, ana, köküm, qanım ordadır. Mən dağlar qızıyam, canım ordadır. Mən dağlar qızıyam, canım ordadır. Ləqəbim çeşməli, özüm çeşməli. Ləqəbim çeşməli, özüm çeşməli. Mən dağlar qızıyam, canım ordadır. Ləqəbim çeşməli, özüm çeşməli. Müsallah dağının zirvəsi səsi, Göytəpə, Göydağın əlvan laləsi. Müsallah dağının zirvəsi səsi, Göytəpə, Göydağın əlvan laləsi. O şırşır bulağın gür şəlaləsi. O şırşır bulağın gür şəlaləsi. Ləqəbim çeşməli, özüm çeşməli. Ləqəbim çeşməli, özüm çeşməli. O şırşır bulağın gür şəlaləsi. Ləqəbim çeşməli, özüm çeşməli. İlk ayaq açdığım o dağlar mənim, atalı, analı o çağlar mənim. İlk ayaq açdığım o dağlar mənim, atalı, analı o çağlar mənim. İndi bu gözlərim həyağlar mənim. İndi bu gözlərim həyağlar mənim. Ləqəbim çeşməli, özüm çeşməli. Ləqəbim çeşməli, özüm çeşməli. İndi bu gözlərim həyağlar mənim. Ləqəbim çeşməli, özüm çeşməli. Çeşməliyəm ellər söhbətim sözüm, özümdü, özümdü o dağlar özüm. Çeşməliyəm ellər söhbətim sözüm, özümdü, özümdü o dağlar özüm. Söyləyin dağlarsız mən necə dözüm. Söyləyin dağlarsız mən necə dözüm. Ləqəbim çeşməli, özüm çeşməli. Ləqəbim çeşməli, özüm çeşməli. Söyləyin dağlarsız mən necə dözüm. Ləqəbim çeşməli, özüm çeşməli. Mən dağlar qızıyam, canım ordadır. Ləqəbim çeşməli, özüm çeşməli. O şırşır bulağın gür şəlaləsi. Ləqəbim çeşməli, özüm çeşməli. Ləqəbim çeşməli, özüm çeşməli. Çeşməli, gəl. Belə deyək də, Emin, Lətifə çeşməli ya, çeşməli. Fərhad, hazır sazını götürdür ayağa. Rəsmi xanım, Hazır, təşəkkür yox, edirəm burada. sənə. Aydan xanım, sizə təşəkkür Təşəkkür edirəm. edirəm. Mən də Rəsmi sizə xanım, sizə təşəkkür təşəkkür edirəm. Sizə təşəkkür Mən edirəm. də Çox sağ olun qadınlar. Samir, bütün kollektivə, başda Ramiz müəllim,
Türkiyənin prezidenti, Dünya TV-nin prezidenti olmaqla bütün kollektivə təşəkkürümü bildirəm. Həqiqətən də bura bütün işlərim, haçan sən zəng eləmirsən, bütün işlərim olarsa da vacib atıb gəlirəm. Çünki sevərək gəlirəm. Həqiqətən də bu veriliş uzun müddətli olmalıdır. Çünki sən bura can qoyursan və bura bu verilişi sən sevərək edirsən. 17 il. Ləzvə xanım, çox istəyirəm, tez-tezə Sağ dəvət olun, edirəm. qadınlar, təşəkkür edirəm. Allah sizi var eləsin. Teşekkürler. Allah sizi ömür versin. Allah elimizi, obamızı, bütün Azərbaycanımızı var eləsin, xalqımızı var eləsin. Mən bilirəm ki, hər kəs məni çox istəyir, mən də onları çox istəyirəm. Bir də dönə-dönə deyirəm, sizlərdən üzr istəyirəm. Məndən əl çəkin. Onlardan üzr istəmirəm. Yox, xalqıma, Azərbaycandan, elə adamlardan üzr lazımdır. Allah onları malicə olunsun biraz. Siz onu malicə eləyə bilərsiniz bu qadına. Eləyərəm. Onlar deyil, Yazılsınlar, malicə. mən onları malicə Mən bir balaca söz işlətdim, biraz əsəb oldum. Mən sizin hər birinizdən dönə-dönə üzr istəyirəm, öpürüm hər birinizi. Yekundaşlıq şəkil çəkdirirdik xatirə şəkillər proqramından sonra ənənəvi qaydada. Sabahları görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik. Sağ olun.